Bu kamp Azərbaycanda ilk dəfədir. Burada tələbələr 4 ayaqlı robotlarla işləyəcəklər. Çin universitetləri buradan əldə olunan sertifikatlara üstünlük verirlər. Bu kamp Çinin Təhsil Nazirliyi və Texnologiya Nazirliyi tərəfindən təsdiq olunmuş bir proqramdır. Şenkast'ın 3-cü buraxılışına xoş gəldiniz. Bugün yanımızda layihə menecerimiz Şamama xanım var. Şamama xanım, xoş gəldiniz. Salam, xoş gördük. Bugün Şamama xanımla birlikdə yay kamplarımız barədə danışacağıq. Şamama xanım, bildiyiniz kimi son zamanlarda yay kampları çoxalıb və təbii olaraq valideynlərdə də sual yaranır ki, hansı birini seçək? Sizə ilk sualım belə olacaq ki, yay kamplarının tələbənin profilinə nə kimi təsiri var? Siz də qeyd elədiyiniz kimi son zamanlar yay kampları çoxalıb və bu da valideynlərin özündə sual yaradır ki, bu qədər yay kampı var, mən hansı birini seçim, hansı kursa güvənim, hansı kamp mənim övladıma üstünlük qazandıracaq. Və bəzi valideynlər də düşünür ki, tələbələr burada gedəcəklər, ancaq əylənəcəklər, istirahət eləyəcəklər və onların heç bir təcrübə qazandırmayacaq. Amma bu düşüncə fərqlidir. Tələbələr burada həm istirahət edirlər, həm də təcrübə qazanırlar. Çünki bu kamplar adi kamplar kimi deyil, beynəlxalq kamplardır və tələbələr bura getdikdə test olunurlar. Daha sonra xarici universitetdə gələn tələbələrlə, xarici tələbələrlə eyni qrupda dərslərə qoşulurlar. Və sonda isə bu kamplar 15 günlük olur, 10 günlük olur və bu kampların sonunda sertifikat qazanırlar. Bu sertifikatlar da beynəlxalq sertifikatdır, bir çox xarici universitetlər tərəfindən tanınan sertifikatdır. Siz xarici universitetlərə müraciət eləsəniz, bilirsiniz ki, burada universitetlər sadəcə qiymətə deyil, iştirak elədiyiniz beynəlxalq layihələrdən əldə etdiyiniz sertifikatlara da önəm verirlər. Bizim bir çox tələbələrimiz olub ki, bu kamplarda iştirak ediblər, beynəlxalq sertifikatlar qazanıblar və bu sertifikatlar sayəsində xarici universitetlərə, top universitetlərə qəbul alıblar. Yəni ki, bir növ tələbənin burada şansı daha çox artır. Bəli, tələbənin şansı daha çox artır. Çünki qeyd etdiyim kimi bu kamplar adi bir kamplar deyil. Siz bura gedib, gəzib, geri dönmürsünüz. Burada həm gəzinti təşkil olunur, həm dərslər təşkil olunur. Siz fərqli müəllimlərdən, xarici müəllimlərdən dərsləri alırsınız. Həm listeninginizi, writinginizi, readinginizi, yəni hər bir sectionu inkişaf elətdirirsiniz. Yəni böyük bir təcrübədir bu tələbələr üçün. Həm kamplardır, həm layihələrdir. Yəni xarici universitetlərə müraciət edən tələbələrə üstünlük qazandıran bir layihədir. Şamama xanım, bildiyiniz kimi hal-hazırda Şeyn Akademiyada aktual olan Çin Texnologiya kampımızdır. Hansı ki, Çin Təhsil və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş bir kampdır. Və istəyərdim ki, bu barədə biraz izləyicilərimizi məlumatlandıraq ki, bu kampda uşaqlar haraları gəzəcəklər, nə kimi təcrübələr toplayacaqlar? Bu kamp Azərbaycanda ilk dəfədir. Düzdür, Çin-Koreya kampı təşkil edən bir çox kurslar var. Amma niyə Azərbaycanda ilk dəfə deyə qeyd elədim? Çünki bu texnologiya kampıdır. Bu günə qədər Azərbaycanda texnologiya kampı olmayıb Çinə. İlk dəfə biz tərəfindən təşkil olunur və sizin də qeyd elədiyiniz kimi bu kamp Çinin Təhsil Nazirliyi və Texnologiya Nazirliyi tərəfindən təsdiq olunmuş bir proqramdır. Bu səyahət müddəti 3 hissəlidir. İlkin olaraq tələbələr Şanxaya səyahət edəcəklər. Şanxayda olduqları müddətdə bir çox yerlərə səyahətlər təşkil olunacaq və əyləncə məqsədlidir Şanxay. Əsas proqram, kamp proqramı başlayır Hanzu şəhərində. Hanzu şəhərində olduqda burada tələbələr artıq kampın ilk müddəti başlayır. Onlar bura gəldikdən sonra bir çox universitetlərə və qurumlara səyahətlər təşkil olunacaq. Burada təcrübə proqramı keçəcəklər onlar. Özləri layihələr hazırlayacaqlar. KAIST Universiteti. Bəli, KAIST Universitetinə, daha sonra Geely avtomobil şirkətinə və Alibabaya səyahət olunacaq. Hətta onu da qeyd edeyim ki, burada tələbələr 4 ayaqlı robotlarla işləyəcəklər və sonda öz təcrübələrini və hazırladıqları layihəni təqdim edəcəklər. Bu layihə təqdim olunduqdan sonra sertifikat qazanacaqlar. Əgər Çində təhsil almaq istəyirsinizsə gələcəkdə, bu texnologiya kampı və sizə çox böyük təcrübə qazandırır. Çünki Çin universitetləri buradan əldə olunan sertifikatlara üstünlük verirlər və sizdə texnologiya yönümlü təcrübənizi artırır. Və üçüncü hissədə isə Koreya təşkil olunacaq səyahət və burada da 5 günlük olacaq proqram. 5 gün müddətində də onlar burada əyləncə mərkəzlərinə və uşaqlar üçün maraqlı olan bir çox Koreya hissələrinə səyahət eləyəcəklər.
Burada yaş aralığı nə deyir? Yaş aralığı burada 10 yaşdan 22 yaşa kimidir. Yay kamplarında elə çox vaxt tələbələrin yaş müddəti 10 yaşdan 22 yaşa kimi olur. Universitet və şagirdlər üçündür bu. Universitet tələbələrinə və şagirdlər üçündür. Və Düşünürəm ki, bu kamp əslində bir tərəfdən tələbələr üçün də çox maraqlı olacaq. Çünki hal-hazırda Çin texnologiyanın mərkəzi kimi tanınan top ölkələrdən biridir və bizim həmişə televiziyalarda gördüyümüz o robotlar, o necə deyim, mühitləri artıq bunu real təcrübə edə biləcəklər. Bəli, düzdür. Tələbələr burada Çinin mədəniyyəti ilə tanış olacaqlar. Siz də qeyd etdiyiniz kimi, burada texnologiyalarla işləyəcəklər, robotlarla işləmə şansları olacaq. Universitetlərə səyahət edəcəklər. Burada əgər gələcəkdə onların Çində təhsil almaq bir niyyətləri varsa, buradakı universitetlərlə tanış olduqdan sonra artıq qərarlarını verəcəklər ki, mən bu universiteti seçəcəm, ya oranın istər yeməyi olsun, istər mədəniyyəti olsun, hər bir şeyinə yaxından tanış olacaqlar. Yəni bu uşaqlara çox böyük bir təcrübə qazandıran bir layihədir. Valideynlərə də bu saat çox maraqlıdır bu texnoloji kampı. Yəni bu onlara böyük bir təcrübə olacaq. Həmçinin AI-ın bu qədər məşhurlaşdığı bir dövrdə AI texnologiyalarının da yaxından görmək, təcrübə eləmək də onlar üçün böyük bir şans da ola bilər. Gələcək, necə deyim, karyera hədəflərində, karyera həyatlarında da böyük bir nailiyyət əldə edə bilərlər məncə. Bəli, bu yəni onlarda AI təcrübəsini artıracaq. İndi bilirsiniz, hər şey AI ilandır, hər şey təşkil olunub və təhsil üzrə də bu il Çində təhsil daha da artıb. Bir çox insanlar Çində təhsil seçdiyi üçün bu təcrübə onlara çox şey qazandıracaq və bu sertifikat da onlara çox şey qazandıracaq. İndi siz də bilirsiniz ki, xarici universitetlər sertifikat tələb eləyir, təcrübə tələb eləyir və bu da onların CV-sində belə üstünlük qazandıracaq onlar. Və son olaraq Şamima xanım, valideynlər təbii olaraq uşaqlarını uzaq bir yerə göndərəndə narahat olurlar və tərəddüd edirlər. Siz bu barədə valideynlərə nə demək istəyirsiniz? Bu barədə demək istəyirəm ki, biz artıq 15 ildir ki, bir çox layihələr və kamplar təşkil edirik. Biz ildə bir dəfə deyil, demək olar hər ay bir çox xarici ölkələrə səfərlərimiz olur. Və bu müddətdə biz güvənilir partnyorlarla işlədiyimizə görə heç bir problem yaranmayıb. Və indi də aktiv olan bizim Çin Koreya kampımız var. Əgər valideynlər övladlarını kampa yazdırmaq istəyirlərsə və ya ətraflı məlumat almaq istəyirlərsə bizlə əlaqə saxlaya bilərlər. Şamima xanım, çox sağ olun gəldiyinizə görə. Siz də sağ olun. Və Şeinkastın 3-cü buraxılışının sonuna gəldik. Növbəti rubrikalarda daha fərqli qonaqlarla, daha fərqli mövzularla görüşənədək.